Bəli dostlar, bugün ilk vlogumuza hamınız hoş gəlmisiniz. Türkiyədə oxumaq istəyən bakalavr ola bilər, magistr ola bilər. Oxumaq istəyən Azərbaycanlı tələbələrimiz üçün bir aydınlatma videosu olaraq istəyirik qarşınıza çıxaq. Burada yaşayış necədir? Məqsədi indiki Azərbaycanda olan 16, 15, 17 yaşlı gənclərin Türkiyədə oxumaq. 16 yaşımız var bizim cicimiz. Yok, sen deyince gittin. Hayır, sen deyince gittin. Benim oldum bu. Güne dedim. Senin şey, Evet. Ahmet gelsene buraya. Belimiz ağrıdığı için. Sonra bu bir gidin mecburiyetindeyiz. Bunun telif hakkı yemedik. Sonra da. Bence süpürgeyi getirdik. Çok şey getirdi. Hey. Yolun dökülüyor. Dökme oğlum kafama. Ahmet. Oğlum meteor gibi yere mi düştün bu ne? Bacağım mı düştü? Akaba düştüydü. Katilim benim, hayırlı olsun. Onu beynine iyice yerleştir. Katilin benim, hayırlı olsun. Abi yukarı baksana. Gir de. Murat gir de. Gir. Söylesene YouTube'da yok. Bəli, bugün ilk videomuz hardan başlayır, neydən başlayırıq? Bugün markete gedirik, yüngülvarı alışveriş edəcəyik, sigaretimizi, sokumuzu, suyumuzu alacağıq. Bəli, yanında deyirsin. Dede. Video... Təzən başlayır, niyə mən? Katilim benim, hayırlı olsun. Onu beynine iyice yerleştir. Katilin benim, hayırlı olsun. Dedim, cümle fikirləşim gözlə. Video sardı, davamını istəyirsə like eləyin, nə bilim bir şey deyil. Bir şey eləyin. Videonun axırına, çəkirsən, Hı. videonun axırına qoymağa video tapa bilmədik. Ona görə də belə bir atmosferdə videonu bitirdiyimiz üçün hamımızdan dərin üzrlər istəyirik. A few moments later. Videonun davamını istəyirsinizsə like qoyun, istəmirsinizsə də like qoyun. Video baxıb like qoyun.